Salam uşaqlar, bugün mən sizə düzbucaqlı üçbucağa aid olan maraqlı bir isbat sualının izahını paylaşacağım. Şəklimizi çəkək. C, A, B qeyd eləyək. Bucaqlarımızdan biri 15 dərəcə, digəri isə 75 dərəcə verilib. 15-in qarşısındakı kateti A-dan işarə elədim. Biz isbat etməliyik ki, 75-in qarşısındakı katet, yəni AC, A vurulsun 2 plus kökdə 3-ə bərabərdir. Bunun üçün nə edirik? 75 dərəcəli bucağımızı BM düz xətti vasitəsilə 60 və 15 olan iki hissəyə ayırırıq. Baxırıq sonra, baxın buranın şəklini için rəngliyim sizin tam aydın olsun. BMC üçbucağına. BMC üçbucağının iki bucağı bizə məlumdur 90-60. Digər bucağı özümüz tapırıq 30 dərəcə. 30 dərəcəli bucaq qarşısındakı katet A-dırsa, bizim hipotenuzumuz BM-imiz olacaq 2A. Biz bilirik ki, 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Yəni BM bərabərdir 2A. Bunu tapmış olduq. Daha sonra MC nəyə bərabər olacaq? 60-ın qarşısındakı katet 30-un qarşısındakı katetin, yəni A-nın kökdə 3 mislidir. MC-yə yazdıq A kökdə 3. Sonra fikir verin hansı üçbucağa. Başqa rənglə göstərək. Bax, bu üçbucağa. Bu üçbucağın oturacağına bitişik bucaqları bərabərdir. Yəni AMB üçbucağının. Oturacağı bitişik bucaqlar 15-15'dir. Bu artıq bizə xəbər verir ki, AMB üçbucağı bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaqdırsa, onda AM də olacaq 2A. Yəni AM BM-ə bərabər oldu 2A-ya. Onda bizim AC katetimiz 2A plus A kökdə 3 olar. Bu iki hissənin cəmi. Buradan A-nı ortaq vuruq kimi çıxartsaq, içəridə qalır A 2 plus kökdə 3. Elə biz də bunu ispat etmək istəyirdik. Belə, bu qədər.